Elhamdülillah və salatu və salam alə nəbiyyə bədah. Esselamu aleykum və rahmetullahi və berekatuhu. Əlin öz yoldaşına münasibəti necə olmalıdır? İkinci hissə. Həyat yoldaşının bəzi nöqsanlarını göz yummağı bacar. Allah isə sallallahu aleyhi və səlləm demişdir: Mömin kişi möminə qadına nifrət etməz. Əgər onun hər hansı bir xüsusiyyəti xoşuna gəlməzsə, digər biri xoşuna gələr. Müslim. Etdiyi yaxşı işlərinə görə mütləq onu təriflə. Əbu Hüreyrə radiyallahu anh, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: İnsanlara təşəkkür etməyən Allaha da şükür etməz. Ət-Tirmizi. Bişirdiyi yemək xoşuna gəlməsə belə yeməyi pisləmə. Rəvayət edir ki, Əbu Hüreyrə radiyallahu anh demişdir: Peyğəmbər sallallahu aleyhi və səlləm heç vaxt heç bir yeməyi pisləməzdi. Yemək xoşuna gəldikdə onu yeyər, əks halda isə onu tərk edərdi. Buxari. Həyat yoldaşının sirlərini heç kimə açma. Qiyamət günü Allah dərgahında ən pis insanlardan biri öz həyat yoldaşı ilə yaxınlıq etdikdən sonra onun cinsi sirlərini başqalarına danışan kəsdir. Müslim. Qızına, bacına arzuladığın münasibəti öz həyat yoldaşına da göstər. Allah etsi sallallahu aleyhi və səlləm belə demişdir: Kim cəhənnəm odundan xilas olub cənnətə girmək istəyirsə, qoy ölümünü Allaha və qiyamət gününə iman üzrə qarşılasın. İnsanlara qarşı münasibətini özünə qarşı arzuladığını münasibət üzrə qursun. Müslim. Yoldaşı ilə münasibətdə daima sevincli və əyləncəli abu-hava yaratmağa çalış. Ayşədən, Allah ondan razı olsun, rəvayət olunur, bir gün Səuda, yəni radiyallahu anh, bizə qonaq gəldi. Allah isə sallallahu aleyhi və səlləm gəlib bizim aramızda oturdu. Sonra bir ayağını mənim paltarımın, digər ayağını isə onun paltarının qırağına qoydu. Mən yemək bişirmişdim və ona, Suadiyə, yediyə müraciət etdim. Ancaq o yemək istəmədi. Onda mən dedim, əgər yeməsən, yeməyi sənin üzünə sürtərəm. Ancaq o yenə istəmədi. Sonra mən yeməkdən biraz götürüb onun üzünə çəkdim. Allah isə sallallahu aleyhi və səlləm ayağını onun paltarından çəkdi ki, o məndən qısas alsın. Sonra da o qabdan bir şey götürüb məni üzümə çəkdi. Allah isə sallallahu aleyhi və səlləm güldü. Əs-Sünnə Əl-Kübərə Ən-Nəsain bu hədisi rivayət etmişdir. Yəni burada Allah Resulü sallallahu aleyhi və səlləm öz özələrdə ikisidir. Həyat yoldaşınla öz aranda sevgi yaradacaq səbəblərdən yapış. Gözəl sözlər söylə. Daima salamla, hədiyyələr ver. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: İman gətirməmiş cənnətə düşməzsiniz. Bir-birinizi sevməyincə iman gətirməzsiniz. Mən sizə elə bir şey deyəcəm ki, onu etsəniz bir-birinizi sevərsiniz. Aranızda salam vermək və aranızda salam vermək adətini yayın. Müslim. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir: Hədiyyə verin ki, bir-birinizi sevəsiniz. Buxari. Həyat yoldaşına, qohumlarına, yaxınlarına, rəfiqlərinə qarşı cömərd ol. Onlara hörmət göstər. Ayşədən, Allah ondan razı olsun, rəvayət olunur ki, Allah isə sallallahu aleyhi və səlləm qoyun kəsərkən ilk həyat yoldaşı olan Xədicənin rəfiqələrinə hədiyyə olaraq ət göndərərdi. Tirmizi. Ara sıra başını həyat yoldaşının dizlərinin üstünə qoy. Bu sizin aranızda məhəbbət yaradacaq. Möminlərin anası Ayşə radiyallahu anhə demişdir: Mən heyzli ikən Peyğəmbər sallallahu aleyhi və səlləmin başını qucağıma qoyub Quran oxuyardı. Buxari Müslim. Həyat yoldaşının içdiyi qabdan su içərkən dodaqlarını onun dodaqları dəyən yerə toxundur. Bununla da ona qarşı diqqətli olduğunu nümayiş etdir. Peyğəmbərin sevimli yoldaşı Ayşə radiyallahu anhə rəvayət edir ki, mən heyzli ikən bir şeyi içər, sonra da qabı Peyğəmbərə uzadardım. Sallallahu aleyhi və səlləm o da ağzını mənim ağzımın dəydiyi yerə qoyub içərdi. Müslim. Həyat yoldaşının heyzli ikən onu xüsusi qayğı göstər. Peyğəmbər sallallahu aleyhi və səlləm həyat yoldaşı heyzli olduğu halda
qadağan olmuş cinsi əlaqə xaricində ona yaxın olar, toxunar və nəvaziş göstərərdi. Həyat yoldaşının sənin üçün bəzənib, özünü qadiyə salmasına imkan yarat. Özünü də onun üçün bəzə. Cabir ibn Abdullah radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, gecə vaxtı səfərdən qayıtdığı zaman övrətini, qasığını, tüklərini təmizləyincə və saçlarını sahmana salmayınca onun yanına daxil olmamalısan. Buxari. Həyat yoldaşın cinsi tələbatını ödəməyə çalış. Rəvayət edir ki, Abdullah ibn Amr ibn Ələs radiyallahu anh demişdir. Peyğəmbər sallallahu aleyhi ve sellem mənə belə buyurdu. Ey Abdullah, elə bilirsən ki, sənin ara vermədən gündüzlər oruç tutub gecələr namaz qıldığını mənə xəbər verməyiblər. Dedim, bilirəm ki, xəbər verən var, ey Allahın elçisi. O buyurdu, belə etmə. Hərdən oruç tut, hərdən də tutma. Gecəni bir hissəsi namaz qıl, bir hissəsi də yat. Sözsüz ki, bədənin, gözlərinin və həyat yoldaşın sənin üzərində haqları vardır. Səfərə çıxarkən, qonaq gedərkən həyat yoldaşını da özünlə götür. Peyğəmbər sallallahu aleyhi və səlləm səfərə çıxdığı zaman zövcələr arasında püşk atardı. Püşk kimə düşsəydi, onu özü ilə səfərə aparardı. Buxari. Hərdən ev işlərini görməkdə həyat yoldaşına yardım et. Bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmi evdə nə ilə məşğul olduğunu həyat yoldaşı Ayşə anamızdan, Allah ondan razı olsun, soruşmuşdu. Ayşə də Allah ondan razı olsun belə cavab vermişdi. Hamı evində nə ilə məşğuldursa, o da elə paltar yamayar, ayaqqabısını dikər, qoyunları sağar, öz işini özü görərdi. Əhməd. Yoldaşın ağlayarsa, onun gözyaşlarını sil və onu sakitləşdirməyə çalış. Ənəsdən Allah ondan razı olsun belə rəvayət olunur. Bir gün Səfiyyə radiyallahu anhə Peyğəmbərimizlə sallallahu aleyhi ve sellemlə səfərə çıxır və o gün onun növbəsi idi. Yolda Səfiyyənin dəvəsi ləngiyərək Allah etsin sallallahu aleyhi ve selləmi geridə qalır. Allah elçisini sallallahu aleyhi ve sellemə çatanda göz yaşlarını saxlaya bilməyib, sən məni ləng yeriyən bir dəvəyə mindirdin deyə şikayət edərək ağlamağa başlayır. Peyğəmbər sallallahu aleyhi ve sellem əlləri ilə onun göz yaşlarını silərək sakitləşdirir. Əl-Nəsai. Səninlə hərdən mübahisə edərsə, təmkinli olmağa çalış. Ömərdən, Allah ondan razı olsun, rəvayət olunan hədisdə deyilir ki, bir dəfə mən öz zövcəmlə hirslənib üstünə qışqırdım. O mənə cavab qaytardı. Bu mənə heç xoş gəlmədi. Dedim, sənin nəyin lazımdır? Mən nə edirəm? Sən nə üçün mənim görəcəyim işlə maraqlanırsa? Zövcən də cavabında, bəs sən nə üçün mənə cavab verdiyimə görə qınayırsan? Allaha and olsun ki, Peyğəmbərin sallallahu aleyhi ve sellemin zövcələri də ona bəzən cavab qaytardı. Buxari. Həyat yoldaşına zərər vermə və ona qarşı ədalətli olmağa çalış. Allahın elçisi sallallahu aleyhi ve sellem uca Allahın belə dediyini nəql edir. Ey qullarım, mən nəfsimə zülmü haram etdim. Onu sizə aranızda da haram etdim. Bir-birinizə zülm etmək. Müslüm. Digər bir hədisdə Allahın elçisi sallallahu aleyhi ve sellem ona qadınların öz əllərinin üzərində olan haqlarının haqqında sual verən sahabəyə belə dediyi rəvayət edilir. Özünün yediyində onu yedizdir. Onun üçün geyindirdir. Özünün geyindirdiyin kimi onu da geyindir. Üzünə vurma. Ona təhqirənamus sözlər aşağılama. Və onu tərk etdikdə bunu yalnız evin hüdudlarında et. Yəni başqa otaqlara kimi. Evi xaricində olmaz. Əbu Davud. Allah ibadətdə zövcənə yardım et. Peyğəmbərin sallallahu aleyhi ve sellem demişdir. Allah o insana rəhm etsin ki, özü gecə namazına qalxır, namaz qılır və ailəsini də oyadır. Əgər yoldaşı oyana bilməzsə, üzünə su çiləyərək oyadar. Əbu Davud. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur. Sizlərdən biriniz özünə arzuladığını öz din qardaşına arzulamayınca iman etmiş sayılmaz. Buxari, Müslüm. Həyat yoldaşına qarşı mərhəmətli ol və onu cəhənnəm odundan qoru. Uca Allah Quran-ı Kərimdə belə buyurur. Ey iman gətirənlər,
Özünüzü, ailənizin yanacağı insanlar və daşlar olan oddan qoruyun. Onu başı üstündə Allahın onlara verdiyi əmrlər heç vaxt asi olmayan, özlərinə vurulanları yerinə yetirən, amansız və güclü mələklər vardır. Təhrim surəsi 6-cı ayə. Rəvayət edilir ki, Əli ibn Əbu Talib radiyallahu anh bu ayə haqqında belə demişdir. Öz ailənizi xeyri öyrədin. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Hər biriniz məsulsunuz. Hər biriniz himayənizin altında olan şəxslər barəsində məsuliyyət daşıyırsınız. Buxari. Başqa bir hədisdə yalnız bədbəxt insan mərhəmətdən məhrum ola bilər demişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm əxlaq kitabında rəvayət olmuşdur. İnşallah 3-cü hissənin gələn dərsimizdə oxuyacağım. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.